O getsə, onun yerinə kimi qoyaram deyə düşünmə. Sən bu zaman onu yox, özünü seçirsən. Əgər bir insan sizə qarşı laqeyddirsə, bu deməkdir ki, o sizi sevmir. Sevginin qarşılığı laqeydlik deyil. O zaman o insandan vaz keçməkdən qorxmayın. Əgər sən biri üçün maraqsızsansa, bu zaman ondan gözləntilərini kəs. Emosiyalarına, düşüncənə, enerjinə qənaət elə. Dünyada səninlə maraqlanacaq o qədər insan var ki, sizi sevən insan sizin üçün narahat olar. Sizi incidibsə sizin könlünüzü alar. O bu zaman səssizliyi və ayrılığı seçirsə, deməli sizi sevməyib. Belə bir atalar sözü də var. Könül almağı bilməyən insana ömür əmanət edilməz. Bəzən biz ayrılıq sonrası münasibətlərlə bağlı ancaq yaxşı şeyləri xatırlayırıq. Bu bizə beynin oynadığı bir oyundur. O adama yeni bir şans verib münasibətə başlayanda əslində heç bir şeyin dəyişmədiyini görürük. Ona görə də vaz keçməkdən qorxma. Bəzən münasibətin içində çox çırpınmaq sadəcə münasibətin ömrünü qısa bir zamanlıq uzadır. Ona görə də vaz keçməkdən qorxma. İnsan imtina etdiyi zaman sakit, rahat günlər gəlir. Bir insana vazkeçilməz olduğunu hiss etdirsən, onun ilk imtina etdiyi insan sən olacaqsan. Sənin dəlicəsinə sevdiyin o insan nə vaxtsa kiminsə üçün vazkeçilməz olub. Əgər o bu toksik münasibətdən vaz keçməyi bacarıbsa, sən də bacararsan. Səni axtarmayan birinə dözməyib zəng edirsənsə, bu zaman görəsən o indi necədir, mənim üçün darıxırmı kimi sualları ortadan qaldırırsan. İstənilən münasibətdə ayrılıq müddətini idarə etmək çox vacibdir.